Toyota modellərindən biri bu demək Highlander modelidir və yağını dəyişirik. Əlbəttə ki, bizim yanımıza niyə gəlib bu maşın? Yağını dəyişməyə gəlib. Yağını da bunda yağ seçimi 0.16. Bax, diqqət eləyin. Hibrid mühərriklərə 0.16 və əlbəttə ki, 0.16 tapmayanda kitabında yazıb bir dəfə 0.20 özürlüyündən də istifadə eləyə bilərsiniz. Yəni, ancaq əsas 0.16 markasına diqqət eləyin. 0.16 da full sintetik olmalıdır. 0.16'lar var sintetik, 0.16 var full sintetik. Yəni full sintetik, bax, Volver Alman canavarı kimi full sintetik motor oil 0.16 və burada da görürsünüz qeyd olunub IPSM Plus, baxın, Ford, GM, Chrysler, Toyota, Lexus, Kia, Honda, Nissan, Mitsubishi, Subaru, Suzuki və bura Çin maşınları, BYD və Çanqanları da əlavə etmək olar. Azərbaycan bazarında ən keyfiyyətli yağlardan biri artıq keyfiyyəti ilə ad qazanmış, yüksək keyfiyyəti ilə ad qazanmış Volver yağlarını sizə həmişə mən göstərirəm, təqdim eləyirəm və başa salıram ki, belə full sintetik 0.16'lar Azərbaycanda çox azdır. Yağların çoxsu hamısı 3-cü qrupdan alınma yağlardır. Keyfiyyəti aşağıdır, full sintetik deyil. Full sintetik yağlar, bax, mühərrikin içini təmiz saxlayır, yanacaq sərfiyyatını aşağı salır və mühərrikdə uzun kilometraj sürə bilirsiniz. Yəni, bu yağla rahatlıqla 8.000, 10.000 kilometr rahatlıqla sürə bilirsiniz və mühərriki uzun ömürlü edir, mühərrikin detallarını aşınmadan qoruyur, sürtünmədən qoruyur və mühərrikdə əsas nədir? Motorun içini çox təmiz saxlayır, mühərrikin içini çox təmiz saxlayır, mühərrikin içinə naqar vermir. Və yanacaq sərfiyyatı da burada çox önəmlidir. Hibridlərdə onsuz da yanacaq sərfiyyatı aşağıdır. Və belə 0.16'lar, full sintetik 0.16'lar tökəndə yanacaq sərfiyyatınız 0.5%-ə qədər daha da aşağı düşür. Və ona görə də əziz dostlar, Toyota Highlander sürənlər, əgər yaxşı full sintetik yağ axtarırsınızsa və etibarlı yağ dəyişmə yeri axtarırsınızsa, bura Avtil yağlama mərkəzidir. Həm Əhmədli, həm də Binəqədi filiallarımız var ki, yaxınlaşa bilərsiniz və yağ dəyişmədən siz də istifadə eləyə bilərsiniz. Və bizim yanımıza Toyota modelləri, Çin maşınları, ümumiyyətlə Yapon maşınları çox gəlir və bu yağ üçün gəlirlər, bax. Full sintetik Volver üçün gəlirlər. Çünki istifadə etdikcə bu yağın nə qədər keyfiyyətli olduğunu görürlər. Hər birinizi gözləyirik Avtil yağlama mərkəzində. Hər biriniz yaxınlaşa bilərsiniz və əlbəttə ki, Azərbaycanda ən full sintetik yağlar bizdədir. Avtil yağlama mərkəzindədir. Çünki biz o Bozbaş Pictures yağlardan, o tərkibində 1% paha olmayan yağlardan istifadə eləmirik. Bizimki ancaq və ancaq full sintetika. Full sintetik yağlara üstünlük verdik. Gözləyirik hər biriniz Avtil yağlama mərkəzində.